vermişik, müraciətimizi də eləmişik. Şıxdan hal-hazırda da gəlib baxılmır. Elə rəsmi yazılır ki, 1999-cu ildə Milli Məclisin qoyulduğu hissəsi qərarı verilən yerlərin şıx qabelləşməsi sırf dövlət tərəfindən maliyyə cəhətinə ayrılandan sonra baxılacaq. Biz də dövlət tərəfindən ayrılıb, dövlət prezidentimiz İlham Əliyev cənablarından müraciətimizi eləmişik. Rəsmi ərzəmizi göndərmişik onun xanımı Mehriban xanıma ki, xahiş edirik, bu vəsaitlər olunursa bizim rəsmi cəhətdən, bizim bu nümayəndəmizdən baxılsın. Ki, bizim bu şıxlarımız getmir, yanmır. Xahiş edirik, televizorimizə də baxa bilərsiniz, xaladeniklərimiz də yanıb. Öylərdən məhalinin budur, çəkilişdə hamısı da narazılığını edibdir. Buna görə də sizdən xahiş edirik. Sizdən də xahiş edib, bu fikirdə gətirmişik, qazımızı da, şığımızı da, yolumuzu da, heç birini, bax, hələ bir dənə şıxımızdan deymişdik. İndi bax, şığım qazımızı, Tahir müəllim şəxsən dedi ki, mən müraciət elədim, Tahir müəllim, sizdən xahiş edirik. Hər bir kağız parçasıdır. Orada yazılı kağızdır. Biz yoldan tapmışdıq, verdik Tahir müəllim, hələ problemimizdən qabaq ki, bu şeyi tapmışıq. Dedim, Tahir müəllim, bu kağız nəzir yerdə? Dövlətin şeyində. Biz vətəndaş bir səlahiyyətimiz olduğu üçün, biz hüququmuzu bildiyimiz üçün onun tələbatını da elədim. O da qalxdı dedi ki, səhvsən Tahir müəllim, sən savadsızsan. Sən nə bilirsən onun içində nələr yazılıb, nə yazılmayıb. Ora ağ kağızdır. Mənə belə təhqir edir. Amma orada var. Rəsmi cihazda xahiş edirik, o kağızları da alasınız və xahiş edirik, savadsızlığı ayaqlamaq olar. Hamı öz hüququnu bilir, nə qədər savadsız olsa da və biz müraciətimizi eləmişik. Problemimiz üçün bizə qalxıb deyir ki, yerə çıx get, başçı qəbul eləmir. Başçı qəbul eləmirsə və bizi nəyə çağırtdırmışdınız? İkinci gün biz orada axşamı getdik, gözlədik. Gəlib çıxanmadı. Vaxtdan biz gələndən sonra gəlmişiz cənab başçının özü. Ola bilər, yəni vətəndaşların özünün müraciətindən olub ki, yəni vətəndaşların problemləri olub, yaşlı pensionerlər var, təzyiqi qalxdığı üçün, orada dözə bilmədiyi üçün və uşaqlı qadınlar olduğu üçün çıxıb gəlmişdi. Dursunoğlu. Bizim problemimiz çoxdur, daha doğrusu deysən. Neçə illərdir içməyə su tapmırıq, qazımız yoxdur vəbşi, işıqlarımız da yox dərəcəsindədir. Uşaqlarımız dərs oxuya bilmir, televizora baxmaq mümkün deyil, xaladenik işləmir. Yollarımız da ki, bu göz qabağındadır da, hamısı. Maşını, yağış yağdı, maşınla buraya gəlmək mümkün deyil vəbşi. Xanım, siz nə deyə bilərsiniz? Mən də qurban olum, onu deyə bilərəm ki, yolumuz pis vəziyyətdədir. Yağdı mümkündür, gələk bir rezin sapok yeyinək gedək, gələk. Uşağımızı bağçaya apara bilmirik, işə gedə bilmirik, işığımız çox zəifdir, xaladenik işlədə bilmirik, televizor işlədə bilmirik. Qazımız o vaxtda cəmaat öz cibinin xərci ilə qaz çəkdirib bir nazik turba ilə, mən onu yəni bilmərəm, 12 xayla yaxşı bilir. O da yanmır, məhlə çoxalıb, cəmaatımız çoxalıb, şükür Tanrıya. Yəni böyük turba ilə çəkilməlidir ki, hamı qaz təmin eləsin. Ya hamısından kasadıq, hamısından. Bizə yazığı gələn yoxdur. Bir hesaba da olanda nə olar? Oxumamışıq, oxumamışıq. Müəllim. Eşdirik. Özünüz təqdim. Aydın Zöhrəboğlu. Aydın müəllim, sizin problem nədir? Mən yeni sakinəm burada, 3-4 aydır yaşayıram. Ancaq burada sosial vəziyyətlər çox gərgin vəziyyətlədir. Hal-hazırda nə qazın, nə işıq. Gərgin dedikdə siz nəyi nəzərdə Heç bir şəraitimiz yoxdur. Yəni qaz, işıq, su cəhətdən, yol cəhətdən çox problemlərimiz var. Əlaqədar təşkilatlardan, icra başçısından xahiş edirik ki, bizim bu qəsəbənin abadlaşdırılması üçün, qazlaşdırılması üçün və sosial problemlərin həlli üçün bizə köməklik göstərsinlər. Siz nə deyə bilərdiniz? Cəmaatla razıyam. Yolumuz yox, qazımız yox, işığımız yox. Nətər cəmaatla, bax belədir. Əsas da yoldan əziyyət çəkirik. Yağdı, palçığa batırıq, uşaq gedənmir məktəbə. Bax belə vəziyyətlərimiz var. Bəli, gördüyünüz kimi vətəndaşlar narazıdır. Məmurlardan. Görünür ki, məmurlar yeyib doyublar. Xalqı düşünmürlər. Onlar yalnız öz mənfiyyətlərini düşünürlər. Vətəndaş gedir yerli icra hakimiyyətinə. Cavab nə olur? Savadsızsan, heç bir şey bilmirsən. Belə çıxır ki, vətəndaş savadsızdırsa, oraya getməməlidir. Bəs icra aparatı kimləri qəbul edir? Kimin qapısını kimə bağlayırlar? Bax, bu sualın cavabını biz araşdıracağıq.